2025-ci il Hyundai Santa Fe 1.6 motor 24.000 mil yürüyüşlə $13.000 start qiymətindən maşın bu gün aksiyona çıxacaq. Maşın qabaq buferində zədə var. Fara lazımdır maşına. Krılosunda belə zədə var. İki tərəfdə də krıloda. Qapının ətəyində də dəmirçi malyar işi görüləcək. Kör nöqtə, açarsı daxil olma mövcuddur. Qeyd edeyim ki, maşın 1.6 hibriddir. Qara dərisi deyinik, stenikin elektron idarə olunması, multirol, elektron pribor, CarPlay dəstəkləyən böyük monitorla kablosu şarj olmada mövcuddur. Stenikin isidilməsi, soyulması var. Lüksüz versiyada. Buradan da VIN kodu qeyd edilir.